Quran ayələrinə baxanda dostlar, bu səhnəni, bu mənzərəni açıq-aşkar görürük ki, Quran insanları yaxşılığa dəvət edir və pisliklərdən çəkindirir. Yəni Quranın mesajlarını, ayələrini xülasə etmək istəsək, elə bu iki bənddə xülasələşdirmək olar. Quran insanları yaxşılığa dəvət edir və pislikdən çəkindirir. Amma insan burada təbii ki, sorğulayır və insan zehninə bu sual gəlir. Qurana görə, Quranın məntiqində bu yaxşılıq və pisliyin fəlsəfəsi nədir? Məsələn, tutalım, sekulyar sistemdə bunun bir açıqlaması var. Bu fayda da, zərər də, bu birbaşa cəmiyyətlə əlaqəlidir. Sən etdiyin yaxşılığın xeyrini cəmiyyətdə görürsən, pisliyin də o əvəzini cəmiyyətdə görürsən. Bəs Quran məntiqində bu necə izah olunur? Gəlin bunu mən sizə çox qısa şəkildə Qurandan sitat gətirərək izah edim. Deməli, İsra surəsinin 7-ci ayəsində Allah buyurur ki, İn əhsəntum əhsəntum li ənfusikum. Əgər siz yaxşılıq etsəz, bilin ki, özünüzə yaxşılıq etmisiniz. Və in əsətum fələha. Əgər pislik etsəz, bilin ki, yenə özünüzə pislik etmisiniz. Deməli, Quran məntiqinə görə edilən yaxşılıq və pislik birbaşa insan özü ilə, öz ruhu ilə, daxili dünyası ilə, mənəviyyatı ilə əlaqəlidir. Çünki burada bu yaxşılıq və pisliyi də gəlin iki qismə ayıraq. Maddi müstəvidə edilən yaxşılıq və pisliklər, məsələn, bir insan başqa bir insana pul verir, ərzaqla təmin edir, paltar verir və ya onun pulunu, ərzaqını və paltarını qəsb edir. Burada edilən yaxşılıq və ya edilən pislik əvəzsiz qala bilər. Bir insan yaxşılıq edir, amma əvəzində yaxşılıq görmür. Bu bizim həyatımızda baş verir. Və ya bir insan başqasına pislik edir, amma cəzasını da çəkmir. Bunu da biz müşahidə edirik. Amma Quranın ayədə işarə elədiyi yaxşılıq və pisliyin növü, o birbaşa insanın ruhu ilə, mənəvi dünyası ilə əlaqəli olduğu üçün o heç vaxt əvəzsiz qalmır, heç vaxt cəzasız qalmır. Niyə? Çünki insan yaxşılıq eləyəndə bunun bir ontoloji təsiri var, təkvini təsiri var. O insanın ruhu böyüyür, o insanın ruhu kamilləşir və getdikcə kamilliyin uca zirvələrini qət edir. Və bir insan pislik etdikcə o mənən çökür, mənən daha da, belə deyək, pisləşir, mənən o daha pis duruma düşür. Ona görə bu hər bir halda əvəzi var, bunun hər bir halda cəzası var. Quran insanlara bunu başa salmaq istəyir ki, siz baxın, yaxşılıq edəndə də özünüz üçün yaxşılıq edirsiniz birinci növbədə, pislik edəndə də birinci növbədə özünüz üçün pislik edirsiniz. Çünki sizin bir insan kimi formalaşmağınız, insan kimi şəxsiyyətə, necə bir şəxsiyyətə sahib olmağınız sizin birbaşa etdiyiniz bu yaxşı və pis əməllərdən asılıdır. Və bu İkinci müstəvidə təbii ki, cəmiyyətlə də əlaqəlidir. Çünki hər bir insan cəmiyyətin bir fərdidir. O necə özünü təlim-tərbiyə edirsə, necə özünü formalaşdırırsa, o cəmiyyətdə təbii ki, bu şəkildə insanlarla davranacaq. Yaxşı insandırsa, mənən böyükdürsə, o insanlarla xoş davranacaq. Əgər yox, o mənən kiçik bir insandırsa, mənən rəzil gününə düşmüş bir insandırsa, təbii ki, bu onun sosial münasibətlərinə də mənfi təsir edəcək.